Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün sizlərlə 5 oktyabr tarixində OTK-nın keçirdiyi 11-ci siniflər üçün nəzərdə tutulmuş sınağın izahlarına baxırıq. Qrammatika izahları olacaq, daha sonra digər iki mətni də kanalımızda görə bilərsiniz. Həmçinin 10-cu və 9-cu sinif OTK sınaqlarını da kanalımızda izahları olacaq. İndi gəlin buradakı izahlara baxaq. Birinci sualımız bizdən leksika bölməsinə aiddir və verilən sözlərin leksik mənasını istəyir. Bilirik ki, sözün bir leksik, bir də qrammatik mənası var. Leksik məna deyəndə mənası nədir? Ağla gələn ilkin mənasıdır. İanə sözünün qarşısında qida, yeyəcək, yeyinti yazılıbdır. Biz bilirik ki, qida, yeyəcək və yeyinti iaşədir. Hətta tez-tez reklamlarda da çıxır ki, iaşə obyektləri. Yəni, n-nın yerində ş olsaydı düz olardı. Bəs ianə nədir? İanə kiməsə yardım, kömək etmək, əsasən maddi yardımlara deyilən bir sözdür. Bir olan versiyalar səhv imiş. Yəni, leksik mənası səhvdir. İnventar sözünün qarşısında binanın, mənzili, memarlıq baxımından tərtibat verilmiş daxili hissəsidir ki, bu interyer hesab olunur. Bu da memarlıq aid bir termindir. İnventar bu deyil. İnventar otağın içərisindəki əşyaların siyahısıdır. Bilmirəm, diqqət yetirmisiniz yoxsa yox. Bəzən məktəblərin içərisində siyahı yazılır və neçə parta olduğu, neçə lövhə olduğu bir siyahı var. Həmin o siyahı inventar adlandırılır. İki də yanlışdırsa, demək ki, cavabımız A variantıdır. İrtica sözü geridə qalma, geriyə gedən hərəkət, mövcud vəziyyəti dəyişdirmək istəməyən, geriliyi müdafiə edən deməkdir və irtica qüvvələri deyə bir ifadə də var. Əminəm ki, eşitmişsiniz. Demək ki, bu düzgündür. İntervyu, mətbuatda çap edilmək, teleradio ilə yayımlamaq məqsədi ilə müxbirin hər hansı bir şəxsdən aldığı müsahibədir və bu da düzdür. Teleradio sözünün yazılışına da elə buradan diqqət yetirin ki, birgə yazılır, defisdən yazılmır. İpoteka isə müavinət, girov qoyulmuş əmlak deməkdir ki, bunu da mütləq şəkildə bilirik. 3, 4, 5 bizim düzgün cavabımızdır. İkinci sual. Sözlərin yalnız birinə aid olan fikirləri müəyyən edin. Bu, fonetika bölməsinə aid bir bölmədir. Ahəng qanuna tabedir. Ahəng qanunu odur ki, sözdə qalın və ya incə sahitlərin bir-birinin izlənməsidir. Əgər sözdə həm qalın, həm incə varsa, biz bunu ahəng qanuna tabedir deyə bilmərik. Demək ki, bir heç birinə aid deyil. Çünki hər ikisində qalın da var, incə sahit də var. Biz bunu yazılışı əsasən tapırıq. Bir olan versiyaları silək. Tərkibində dodaqlanan sait səs iştirak etmir. Duet sözündə dodaqlanan saitimiz var. Dekorativ sözündə isə yoxdur. Çünki oradakı o tələffüz zamanı aya çevrilir və orada dodaqlanan sait iştirak etmir. Bu yalnız birinə aid olduğu üçün 2-ni götürək. 2 olan versiyalar qalsın. Tərkibində həm kar, həm cingiltili samit var. Duet sözündə d və t kar və cingiltili samit cütlüyünü ödəyir. Eynən dekorativ sözü üçün də keçərlidir. Demək ki, bu hər ikisi üçün aiddir. Bu da yanlışdırsa cavabımız B variantıdır. Deyilişi və yazılışı arasında bir fərqli məqam var. Duet sözündə heç bir fərq yoxdur. Amma dekorativ sözündə onun aya çevrilməsi bir fərqdir. Ona görə də 4-ü də götürürük. 5 də səhv olacaq. Kar samitlə başlayır, deyir, amma hər ikisi d cingiltili samiti ilə başlayır. Üçüncü sual. Tərkibində çıxartmaq mənasında ifadənin olmadığı nümunəni müəyyən edin. Yəni, burada çıxartmaq sözünün fərqli mənaları var. Yəni, bir söz çıxartmaq mənasını işlənilə bilər. Misal üçün, Şərəfoğlu torbanın ağzını açdı. Oradan toz basmış bir külqabı götürdü. Buradakı götürdü, yəni külqabını oradan çıxartdı mənasından istifadə olunur və bu düzgündür. Dağların başını qalın duman bürüyür. Çobanlar qoyunları kəndə tərəf qovurdu, sürüyürdü, aparırdı mənasındadır. Burada çıxartmaq mənasında deyil. Demək ki, cavab B variantıdır. Əlbəttə, dəlilsiz, sübutsuz, mühakiməsiz və məntiqsiz heç bir zaman ədalətli hökm verə bilməz. Hökm vermək, hökm çıxarmaq, yəni olur. Cəlil Məmmədquluzadənin təsvirinə və sənədlərinə görə o zaman Azərbaycan dilinə qazet buraxmaq, qazet çıxartmaq çox çətin məsələ imiş. Düzdür. Oğlan əynindəki kətan köynəyi soyundu, yəni çıxartdı. Oldu. Demək ki, külqabını götürmək, hökm vermək, qazet buraxmaq, köynəyini soyunmaq, çıxartmaq mənasında istifadə olunubdur. Amma kəndə tərəf qovmaq, çıxartmaq mənasında deyil. Bu, aparmaq mənasındadır. Növbəti sual. Yerinə görə amonim kimi işlənə bilən sözləri müəyyən edin. Amonimlər yazılışları və deyilişləri eyni, leksik mənaları fərqli olan sözlərdir və xüsusi isimlər amonim hesab olunmur. Ona görə də bəri başdan 2 olan versiyaları silməliydiniz.
və bir hərfinə görə mənası dəyişilən sözlər də amonim hesab olunmur. Biri də çıxdıqdan sonra düzgün cavabımız qalır E variantı. İndi sübut eləyək. Kütlənin iki mənası var. Bir fanat kütləsi, hansısa bir müğənniyə pərəstişkarlıq eləyirsən və sən onun bir fanat kütləsi olsan, bir də hansısa bir əşyanın çəkisi, kütləsi. Demək ki, var. Şan sözü şöhrət mənasındadır, bir də arı şanı mənasında işlənilir. Bəstə bir musiqidəki bəstə, bir də boy mənası var, bəstə boy və 3, 4, 5 bizim amonim olduğumuzu sübut elədi. Yazılışı yanlış olan sözü müəyyən edin və buradakı yazılmış hər bir söz, həmçinin yuxarıda verilmiş hər bir amonim dimin öz test vəsaitində olan sözlərdir. Və bilirik ki, qərar sözü yoxdur, qərargah adlandırılır və burada qərar sözün köküdür və qərarların verdiyi yer hesab olunur. Bunu hərbi hissələrdə daha çox biz görürük. 6. Əvvəlinə müvafiq işarələr qoyulmuş sözlər əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Çox ovlaqlar içində çox ovları ovladım. Aşıb daşan arzumu mən artıq cilovladım. Bəxtiyar Vahabzadənin şeiridir. Aşıb daşan bir sözümüz var. Bir də artıq cilovladım sözü var. Buna biz fonetik baxımdan yanaşacağıq. Doğrunun altına iki fikir verilibdir. Bir yerdə tələffüzü yazılışından fərqlənir. Aşıb daşan sözündə aşıb P formasında, daşan formasında tələffüz olunur. Və həqiqətən də bir yerdə fərqli tələffüz olundu. Və bir samitin qarşılığı yoxdur deyəndə söhbət burada N samitindən gedir ki, bunun kar qarşılığı yoxdur. 1-2 düzgün versiyadır. Və onun haqqında yanlış fikirdə yazılıb ki, 3 samit kardır. Baxırıq, Ş, P və yenə Ş səsləri kar samitdir və bu doğrudur. Doğrunu yanlışın altından yazıblar deyə və bizdən uyğunluğu istəyirlər deyə mən 4-ü götürə bilməyəcəm. Amma 1-2 düzgün versiyadır. Və artıq sözünün tələffüz formasında artıq formasında tələffüz olunacaq. X kimi tələffüz olunmasına səbəb özündən sonra samitin gəlməsidir. Əgər sait gəlsəydi, Q əvəzlənməsi baş verəcəkdi. Samit gəldiyi üçün X formasına tələffüz olunubdur. 2 samitin qarşılığı yoxdur. Bu yanlış fikirdir. Çünki sadəcə R səsinin qarşılığı yoxdur. Ona görə 3 də yanlışdırsa cavab E variantı qalır. Tərkibində bir kar samit vardır. Bu yanlış fikirdir. Çünki bir samitimiz T, ikinci samitimiz isə X səsidir və hər ikisi kar samitdir. Yanlış fikir olduğu üçün yanlışın altında yazılıb və bu da düzgündür. Cavabımız E variantıdır. Digər sözümüz, sualımız 7-ci sualdır. 7-ci sualda yazılıb ki, K ampaniya sözlərinin yerinə o hərfi yazılsa nə baş verəcək? Biz burada onu yazaq. Bəli başda. Və qarşımıza nə çıxdı? İngiliscə company sözü. Company də ingiliscə nə deməkdir? Şirkət deməkdir. Afərin sizə. Yazılışı ilə tələffüzünə bir fərqli məqam olacaqmı? Təbii ki, əgər mən bunu transkripsiyanın içərisinə salsam, o A kimi tələffüz olunacaq. Demək ki, 1 və 2 olan versiyalar düzdür. Cavabımız D variantı qalar. Təbliğat, reklam sözlərinin sinonimi ola bilər. Bu o halda ola bilər ki, elə onun yazılışında ay olsun. Kampaniya. Bu formada yazılsa olacaqdı, bəli, təbliğat, reklam sözlərinin sinonimi. Həmçinin endirim sözünün qarşılığı da kimi işlənə bilərdi. Deyilişi ilə yazılışı arasında da 2 fərqli məqam var. Bu səhvdir, sadəcə o ayə çevrilibdir. 3, 4, 5 bizim yanlış olan versiyamızdır. Həmçinin bu tipli sözlər Azərbaycan dilində çoxdur, o barədə də sizə danışaq. Misal üçün, bəyaz sözü var. Bəyaz ağ deməkdir. Bir də bayaz sözü var. Bayaz kiçik bir şeir dəftəri kimi bir dəftərdir. Anamın kitabı əsərində görürük. Kompaniya, kampaniya da eynən bu formada olan sözlərimizdir. Sadəcə bu tipli sözlərdə özümüzü itirməyək və soyuqqanlıqla suala baxaq. 8-ci sual. Sözlər əsasında Euler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Tramplin və dirijor. Dünən bu izahı çəkməyə vaxt olmadığı üçün bəzi yerlərdə etiraz edirlər ki, şagird tramplin sözünün tələffüzünü necə bilsin və necə yadında saxlasın. Haqlıdırlar, amma burada 3 dənə samit varsa, təbii ki, 3 dənə samiti eyni vaxtda deməyimiz imkansızdır, əziz şagirdlər. Burada özünüzü itirməyin və tramplin formasında tələffüz edin. Yəni, bu transkripsiyanın içərisinə P ilə L arasında iynə əlavə edin. Və sadə yolla gedək. Deyir ki, 3-də ahəng qanuna tabe deyil. Baxırıq ki, dirijor tabe deyil, incə və qalın sait var. Tramplində də 3 doğrudur. 3 olan versiyaları saxlayanda bütün versiyalar silinir.
3, 4, 5, 1, 3, 4 var, bir də 1, 3, 5 var. 4-ə baxaq. Tərkibində kağıt samit yoxdur. Həqiqətən də dirijor sözündə kağıt samitimiz yoxdur. Tramplin sözündə elə T hərfi kağıt samitlə başlayır. 3, 4 onda deməli düzüymüş. Yəni özümüzü əziyyətə salıb tramplin heç tələffüz formasına baxmaya da bilərik. Amma baxsaq, deyilişi ilə yazılışı fərqlənmir səhvdir. Çünki orada i əlavə olunubdur. Tərkibində bir qapalı sait var. Biz bunu yazılışa əsasən tapmırıq axı. Saitləri, samitləri tələffüzə görə tapırıq. Demək ki, tramplində i var. Bu da yanlışdır. Saitlərin biri tələffüz zamanı düşür, düşmə hadisəsi yoxdur. Dirijor necə yazılıbsa elə də tələffüz olunur. Cavab A variantıdır. Sözlərin yazılış və tələffüzündəki fərqli məqamlara görə məntiqi ardıcılığı tamamlaya bilən nümunəni müəyyən edin. Bu da DİM-in test vəsaitində olan sual tiplərindən biridir. İya şəkilçisi vurğu qəbul etmir. Vurğu qəbul etmədiyi üçün qarşısındakı sözə saitin düşür. Və o da vurğusuz olduğu üçün bu o aya çevriləcək. Yəni tipoqrafiya formasında olacaq. Burada bir fərqli məqam var. Təşkil sözündə k, g-yə çevriləcək. Toponim sözündə toponim formasında olacaq. Deməli, hərəsində bir fərqli məqam var. Bir fərqli məqam varsa, təqlid sözündə də BCDG qaydasına görə t kimi tələffüz olunacaq və elə cavab A variantıdır. Tüğyan sözündə 0 fərq var. Təşvişlə olur, 2 fərqli məqam var. Transfer sözündə 0 fərqli məqam var. Tiftik sözündə isə tiftik formasında olur və burada 2 fərqli məqam var. Bir d, bir də sonraki xışdirik. Cavabımız A variantıdır. 10-cu sual. Cümləni tamamlaya bilməyən sözləri müəyyən edin. Çəpik sözünü yazsa qarşılığı olmayan samit iştirak etməyəcək və bu doğru fikirdir. P hərfi yazılsa deyilişi ilə yazılışı fərqlənməyəcək, səhvdir. Sondakı k mütləq şəkildə xeşdirik səsi verilməlidir. Çəlik də olsa, cingilti samitlərin sayı kar samitlərindən az olacaq. Burada bir dənə l cingiltilidir. Ç ilə sonraki xeşdirik isə kardır və bu da düzdür. P hərfi yazılsa bütün samitlər kar olacaq. Bu da düzdür. L hərfi yazılsa əsa sözünün sinonimi olacaq. Bəli, çəlik əldə tutulan bu əsa mənasında istifadə olunur və onun sinonimidir. Bu da düzdür. Və beləliklə də OTK-nın 11-ci sinif səviyyəsində olan suallarını, izahını öyrənmiş oldunuz. Güləbəyin mətnini isə növbəti videodan görə bilərsiniz. Uğurlar hər birinizə, kanalımıza da abunə olmağı unutmayın. Növbəti videoda görüşənə qədər. Sağ olun.